Uğur dediğimiz şey aslında küçük ama ardıcıl addımların yığılmasından yaranan bir şeydir. Ve bazı insanlar ise 10 dakika kitap okumak veyahut da 20 dakika idman etmeyi veyahut da 30 dakika oturup bir mevzu hakkında araştırma etmeyi küçük kimi görsünlər. Ama bu küçük addımlar ise uğur kazanmak isteyen bir insan için hakikaten de çok təsirli bir addımlardır. Çünkü bazı insanlar ne kadar da bu işler küçük görüp etmeyi istemeseler bile ama asıl uğur kazanmak isteyen insanlar ise bu küçük addımları her gün dalma şekilde eləyib böyük nəticələr əldə edə bilirlər. Və mən hətta özüm də belə hər gün bunları təkrar edirəm və düz nə qədər də kiçik kimi görsəniz də əslində bunu hər gün davam etdirərək aylar sonra nəticəsini də görürəm. Və siz əgər ki, həqiqətən də uğur qazanmağı çox istəyən bir insansınızsa, bu cür kiçik addımlar ataraq istədiyiniz uğurlara çata bilərsiniz. Çünki həqiqətən də bu real həyatda olan bir şeydir və siz nə qədər hər gün kiçik addımlara davamlı şəkildə atsanız, həqiqətən də nəticəsini görəcəksiniz. Və sizə bunu söyləmək istəyirəm ki, hər gün addım atmaq sizi həm zehni olaraq, həm də fiziki olaraq sizi gücləndirir. Çünki siz hər gün addım ataraq yeni bir bacarıq, yeni bir vərdiş, yeni bir inam qazanırsınız və siz hər gün addım ataraq bu içinizdəki güclü potensialı daha da gücləndirirsiniz. Və təbii ki, sizin hər gün addım atmanız təbii ki, motivasiya sayəsində deyil, sizin içinizdəki iradə sayəsində formalaşır. Siz hər gün addım ataraq təbii ki, içinizdəki bu güclü potensialı daha da gücləndirirsiniz və bu potensialdan istifadə edib yeni uğurlar qazanırsınız, yeni nəticələr qazanırsınız. Və sizə buradan söyləmək istəyirəm ki, yeni kiçik uğurlar əslində sizin daha da uğur qazanmanız üçün bir motivasiya yaradır. Və siz bir kiçik uğur qazandıqdan sonra buradan qazandığınız motivasiyadan istifadə edib yeni kiçik və yaxud da yeni böyük uğurlar qazana bilərsiniz. Və indi siz söyləyə bilərsiniz ki, mən necə motivasiyalı şəkildə, yox disiplinli bir şəkildə addım ata bilərəm. Və bu problemin həlli isə vardır və bu problemin həlli günlük tutmaqdır. Siz bir dəftəri günlük olaraq tutursunuz və hər gün 3 tapşırıq müəyyən edib bu tapşırıqları reallaşdırmaq üçün vaxtınızı, içinizdəki bu potensialı bu 3 tapşırığı yerinə yetirmək üçün sərf edirsiniz. Və siz günün sonunda bu 3 tapşırığı reallaşdırdıqdan sonra, bu qələbədən sonra siz buradan aldığınız motivasiya ilə gələcək günlərin də yenidən 3 tapşırıq, yeni 3 tapşırıq müəyyən edib bu tapşırıqları reallaşdırmaq üçün vaxtınızı, içinizdəki bu potensialı sərf edirsiniz. Və mən özüm də günlük tuturam və demək olar ki, artıq 2 ildir mən günlük tuturam və 3 tapşırıq və yaxud da 3-dən çox tapşırıq müəyyən edib bu tapşırıqları reallaşdırmaq üçün hər gün çalışıram. Və sizə bunu söyləmək istəyirəm ki, siz hər gün bu tapşırıqları reallaşdırarkən sizin zehninizdə bu qələbə kimi görsənir və siz bu qələbədən, yəni bu kiçik qələbədən, kiçik bir uğurdan aldığınız motivasiya ilə böyük uğurlara imza atmağınız təbii ki, mümkündür. Və ona görə də mən sizə buradan söyləmək istəyirəm ki, sizə buradan tövsiyə vermək istəyirəm ki, siz əgər ki, motivasiya ilə yox, disiplinlə çalışmaq istəyirsinizsə, siz tez bir zamanda günlük tutub, yəni 3 tapşırıq müəyyən edib və yaxud da bir tapşırıq da belə müəyyən edib, artıq siz disiplinli bir şəkildə addım atmağa başlaya bilərsiniz. Və indi isə mən bu mövzuya uyğun olaraq sizə bir motivasiya eləyici bir nümunə söyləmək istəyirəm və ümid edirəm ki, bu nümunə həqiqətən də sizin üçün çox faydalı olacaq. Bir ağac düşünün və bir insan və o insan da siz olun. Və siz bir baltanı götürüb o ağacı yıxmaq üçün o balta ilə ağacı zərbələr endirirsiniz. Və təbii ki, ağac ilk zərbədən yerə yıxılmır. Siz hər gün davamlı şəkildə ağacı eyni balta ilə zərbələr vurub ağacı yıxmaq üçün siz çalışırsınız. Və təbii ki, ağaca siz bir balta ilə vuranda bu kiçik bir şey kimi görsənir. Amma siz hər gün bunu davamlı şəkildə etsəniz, bəlkə də 10-cu zərbədə yox, 100-cü zərbədə yox, bəlkə də həqiqətən də 1000-ci zərbədə artıq siz ağacı yıxmış olacaqsınız. Yəni, siz də bu balta kimi hər gün çalışın və məqsədlərinizə doğru hər gün addımlar atın. Və siz də görəcəksiniz ki, həqiqətən də sizin gözünüzdə kiçik kimi görsənən bu zərbələr, bu kiçik addımlar əslində həqiqətən də sizin üçün çox böyük bir təsir yaradır. Siz bu kiçik addımları ataraq böyük uğurlara imza atmanız təbii ki də həqiqətən mümkündür. Yəni, bu nümunə ilə siz həyatınızda bu nümunəni tətbiq edib, həqiqətən də hər gün davamlı şəkildə addımlar ata bilərsiniz. Və sizə də bunu söyləmək istəyirəm ki, mən bu mövzuya uyğun olaraq bir e-kitab yazmışam, yəni bir PDF yaratmışam
və bu YouTube videosunun altında isə linkini qoymuşam və oradan girib siz bu kitabı oxuyub şərhlərinizi yaza bilərsiniz. Həqiqətən də mən bu kitabı, yəni bu mövzuya uyğun olaraq yazmışam. Burada hansı çətinliklər, yəni bizə nə söyləyir, yəni çətinliklər bizə nə söyləyir və yaxud da hansı tapşırıqları, yəni hansı kiçik tapşırıqları etmək lazımdır və yaxud da bir neçə motivasiya eləyici sözlər yazmışam, motivasiya eləyici qeydlər yazmışam və ümid edirəm ki, həqiqətən də bu qeydlər sizin üçün çox önəmli olacaq, sizin üçün çox vacib bir, çox faydalı bir şey olacaq. Yəni siz bu YouTube videosunun altında həmin linkə daxil olub mənim bu e-kitabımı oxuya bilərsiniz. Və bu videonun da son söz olaraq söyləmək istəyəcəyim şey odur ki, sağ olun, özünüzə yaxşı baxın, hər gün dalmış işlə çalışmaq ümidi ilə.